Esselamu Aleyküm değerli dostlar. Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Qarşınızdakı boş kombisində Y09 xəta kodu baş vermişdi. Y09 xəta kodu bu model boşlarda bu hal-hazırda görürsünüz. Dövriyə, qısa dövriyə qaynama, belə deyək də, qaynama ilə bağlı bir problemdir. Nədən, hansı hallarda baş verə bilir? Pompanın, yəni belə deyək, sıradan çıxmasından, esenjorun kirəcləşməsindən və yuxarıda burada bilən bilir ustalardan termo daçki var, yəni limit daçki var. O da sıradan çıxandan baş verə bilir. Mənim vəziyyətimdə pompanın kondensatoru sıradan çıxmışdı və bu 2 mikrofarad kondensatordur. Tam olaraq tutumunu itirmişdi. Yenisi ilə əvəz olundu və müştəriyə məsləhət gördüm ki, burada plak esenjoru çıxartdım, kənarda yoxladım. Biraz onda da tutulma var idi. Az da olsa tutulma vardı. İndi qışa tam şəkildə hazırlanır. Öncədən qeyd etdiyim kimi Vilo pompasında nasosunda kondensator dəyişildi, esenjor yuyulub və inşallah müştəriyə işlək şəkildə təhvil veriləcək. Sizin də kombinizdə, boş və ya digər markalı kombinizdə bu kimi problemlər varsa bizim usta xidmətimizdən yararlana bilərsiniz.